Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Necəsiz? İnşallah yaxşısınız. Bir şükürlər olsun, yaxşıyıq. Baxın, hal-hazırdakı mətbəxim belədir. İndi inşallah istəyirəm dəyişiklik eləyim, çünki mən dəyişikliyi çox sevirəm. İnşallah birazdan sizə etdiyim bütün dəyişiklikləri həm göstərəcəm, həm bir-birini eləmişəm. Ayrıntılı olaraq onları da çəkəcəm. Belə, birazdan inşallah görüşərik. Deməli, xanımlar, sizə bir sonraki gündən çəkiliş eləyirəm. Baxın, yuxarını bitirdim. Evimin halına baxmayın, uşaqlara yemək falan verirəm. İndi keçmişəm aşağı hissələrə. Baxın, qoymuşam bunu. Aşağı mən vinilləmişdim axı ağ rəngə. İndi bunu sökürəm. Elə bir vinil getdim, indicə getdim, aldım. Bilmirəm necə olacaq. Son olaraq sizinlə birazdan paylaşacağım. Hələ ki, bu belə bir vəziyyətdədir. Yığışdırdım. Xalçanı da yığışdırdım, çünki artıq vaxtı bitib mənim üçün sezonu. Düzdür, çox elə də ürəyimə yatmadı, nəsə uyuşdura bilmədim yuxarı ilə aşağını. Biraz bilmirəm evi boğdu, boğmadı. Amma kafellər var ya, bu görürsünüz, kuxnyan kafellər. Onları panel vuracağam. İnşallah sabah sədərəyə gedə bilsəm, gedib alı vuracağam, onu da göstərəm. Gedə bilməsəm, hələ ki belə qalacaq. Belə, indi burada aldıqlarım var. Onları mənə kömək eləyəcək bir yerdə açıb sizlərlə bölüşəcəm, göstərəcəm. Bilmirəm, hər adamın xoşuna gəlməyə də bilər. Prosta mən dəyişikliyi sevirəm deyə dəyişiklik elədim. Əslində məncə bu yaxşıdır aşağı hissədə. Yuxarı sadə bir şey olsaydı, biraz açıq tonlarda daha yaxşı olardı. Amma eyb yox, idarə eləyər. Belə davam eləyək, indi açaq blokları. İndi şeylə birlikdə aldıqlarımızı açırıq. Birinci ki bunu açaq, açılmır birinci. Çırdayıb yox, o qədər yorulmuşum ki, inanın, bir dəqiqə halım yoxdur da. Bu çəkilişdən sonra biraz dincələcəm, çünki belə bir stol üzlükləri almışam. İndi bir dənə çıxardaq, göstərim sizə. Buradan aç, dart. Dart buradan. Yox, ehtiyac yoxdur, dart halini çıxardaq. Mam zəng vurdu deyə yarımçıq qoymalı oldum çəkilişə, baxın. Belə stol üzlüyü almışam, 6 dənəli. Burada da saldım, görürsünüz, açıq boz rəngdədir. Belə bir şey çox qəşəng oldu. İndi sıradakilər açaq. Ona elə cırma, gözdə açacağım. Əlindəki şey qoy. Bunu çıxart buradan. Deməli, belə bir çaynikimiz var. Buna apar qoysun olsun, hələlik. Birazdan açarıq. Yox, hələ açma, gəl bura. Sonra belə bir qaldır, bunda apar qoy stola. Göstər. Bıçaqla belə dəstidə. Bıçaqla qaşıq dəsti. Bir də burada tavalardır. İndi açacağım. Deməli, xanımlar, baxın, paltaryon işləri ola bilər ki, səsim yaxşı gəlməsin. Üzrlə hesab eləyin. Baxın, belə bir çaynik aldım. Sonra belə bir bıçaq, qaşıq falan dəsti. Baxın, belə bilikonları zadı var burada, çeşid. Sonra burada bıçaq yeri var. İkisi elə bir ki, birləşikdir. Bıçaqlar da buradadır, çıxartmışam. Paltaryon biraz su buraxır deyə məcbur onu qoymuşam. Bilməm, niyə o da xarab olub. Baxın, belə bir qazanlardır. Deməli, 1, 2, bu qapaqlarıdır. Sonra göstərim sizə. Bu üçüncü tava kimidir. Baxın, belə bulan qulpunu prosta taxmaq lazımdır. Sonra bu qapaqlarıdır yenə. Bu bir balacasıdır. Bu ondan biraz böyüdür. Bu da ən böyüdür. Sonra burada bir dənə də çaynikimiz var. Onu da göstərim sizə. Baxın, belə bir çaynik. Gördünüz? Belə. Bunların hamısını 250 manat almışam bu arada, onu da deyim sizə. Tavalardır. 5 dənə, deməli 5 dənə qazandır. 4 dənə qazan, bir dənə tava, bir çaynik, qapaqlarıdır. Sonra budur dəstə aid. Bıçaqla bunlar.
Tavalar bu. Belə. Gedim mən bunları yum yerləşdirim. İnşallah sonra vlogumuza davam edərik. Biz gəlmişik. Gecə saat inanmazsınız 2-dir. 2 var. 2-dir. Biz üçümüz yenə acımışıq. Özümüzü tapmışıq KFC-də. Verirəm aşkım. Sən yanıma gəl də istəyirsən. Sən yanıma gəl. Orada otur burada. Hə, rahat otur. Deməli bir kola. Belə bir şey var. Bu soyuq buz sənlik deyil. Bax. İsti olsun sonra. Hə. Bunu ilk dəfə də almışıq. Çiyələk qarpızlı yox idi, hə? Oy Allahım. Nə, kolavı çək. Açıram gözdə. Yeməyimizə baxın hələ. Yeməyi bir də buradan çıxardardım bəlkə kənan. Bu bərəkətdir. Bərəkətdir. Bərəkətə baxsan Allah. 34 manat. 30 qəpik. Bir dənə dadına baxaq. Razılıq. Bu acılıdır. Mən getdim. Qazlıdır. Mən qazlı şeylər sevmirəm. Nəysə bizə nuş olsun.